Bu mövzuda biz hansı yolla getdik? Məni dinləyənlərin yadındadır. Sən insan. Belə başladıq. Dedi ki, sən insan, növbə-növ istəklərlə, dərin potensialla, əzəmətli, uca bir varlıq, necə yaşamaq istəyirsən? Xahiş edirəm, bu suala Quran ayəsi ilə cavab vermə. Hədislərlə cavab vermə. Sənə öyrədilənlərlə cavab vermə. Mənə istəyi aç qoy ortaya. Mənə deyiblər, təlqin eləyiblər, bu şəkildə yox. İstəyi aç ortaya qoy. İnsan olaraq, ay insan, sən necə yaşamaq istəyirsən? İçdən çıxart cavabı, içdən. Dərhal gedib Quranda axtarma. İçdən hələ bir düşün, axtar gör nə istəyirsən, sonra get müraciət elə Qurana, gör nə danışır Quran. Onda daha yaxşı olacaq. Cavab verdiyi keçən dəfə. İnsandan soruşsa, hamı ləzzətli həyat axtarır. Hamı. Keyfiyyətli həyat axtarır. Zövqlü həyat axtarır. Davalar bunun üstündədir, qırğınlar bunun üstündədir. Hamı bunu axtarır. Bir dəfə ona ayrılan ömrü keyfiyyətli, ləzzətli yaşamaq bunu axtarır hamı. Din o qədər, həyat o qədər ləzzətli olmalıdır ki, adam həyatı ona bəxş eləyənə təşəkkür eləmək istəməlidir. Ki, ay Allah, nə yaxşı ki, sən məni xəlq elədin. Nə yaxşı ki, mən varam, bütün problemlərlə bərabər. Və insan təşəkkür yolları axtaranda din gəlir, təşəkkür üçün yol qoyur insana. Mən ona görə dedim, dinə belə tərif vermək olar. Din həyata görə təşəkkürdür, şükürdür. Təşəkkürün qaydasıdır. Yoxsa cəmaat necə dindarlıq eləyir? Deyir ki, bədbəxt, biçarəyəm, budur, məntiqi budur. Bir dənə nəfəsliyə asılıb Allah adında. Bu, ancaq qara rəngdə olan bu yaşayışda bir dənə nəfəsliyə Allahdır. Başlayır o şəkildə münacat eləməyə. Allahın o münacatdan xoşu gəlmir. Qara gündə olan adamların Allaha nəfəsli kimi müraciət eləməsi heç bir keyfiyyəti yoxdur bu ibadətin. İbadət qəlbin şadlığının ifadəsidir. O qədər şadam ki, istəyirəm minnətdarlıq eləyəm, Allah köməyimə çatır ki, 17 rükət namazdan eləyə bilərsən. Təşəkkürü ifadə eləmək üçün din göndərir. İnsanlarla danışarkən içdəkilərini üzə çıxartmağı bacaraq. Cəmiyyətin müəllimi kimdir? Cəmiyyətin müəllimi o deyil ki, cəmiyyətə nəyisə təlqin edir, öz fikirlərini. Cəmiyyətə öz fikirlərini təlqin edən adam cəmiyyətin müəllimi deyil, ziyalısı deyil. Cəmiyyətə hətta təlim verən adam da hesab eləmirəm ki, sözün əsl mənasında müəllimdir. Nəyisə öyrədən də müəllim deyil. Bəs kimdir müəllim? Müəllim düşündürəndir. Müəllim düşündürəndir. Müəllim elə bir şərait yaradır ki, qarşısındakının içindən çıxır. İçərisinin üzə çıxması yollarını, şəraitini yaradır. Dərsdən çətin budur. Dərsə nə var ki, gələk oturaq məsələn dərs sinifində deyək ki, həyat budur, yazın. Əzbərliyin. Bizim din təbliğimiz əsasən buna təlim verməyə, öz fikirlərimizi ötürməyə əsaslanır. Amma bu deyil. Din müəllimi, ümumiyyətlə ziyalı cəmiyyətə müəllimlik iddiasında olan adam içi hərəkətə gətirməlidir ki, insanların içindən tapılsın suallar. Düşünüb özü çıxarda bilsin. Elə bir insan formalaşdırasan ki, özü içdən suallarının cavabını tapa bilsin. Yaxud da heç olmasa sualı qoya bilsin. Sual qoymaq özü də bir mühüm məsələdir. Adam öz-özünə düzgün suallar versin. Müəllimin vəzifələri budur. Ay insan, sən nə istəyirsən? Xahiş edirəm, mənə oxuduqlarından danışma. Quran ayələri demə hələ. Sən de görüm ki, nə istəyirsən? İstəyivi dinən, səmimi. Qorxma. Mən dərhal deməyəcəm, ay kafir. Hərdən deyirik axı, adamlara deyir,
İstəyini deyən kimi deyir, ay kafir, ay dinsiz, bu fasiqə bax, bu fasidə bax. Yox, gəl səmimi danışaq. Sən nə istəyirsən? Nədir istəyin? Hamı insan olaraq içinə müraciət eləsə, deyəcək ki, mən həmişə var olmaq istəyirəm. Ola bilər bu bəhslər sizə keçmişdəki söhbətləri xatırlasın. Mən yadınızdadırsa, keçən dəfələrdə dedim ki, mən indiyə qədər həyat haqqında çox danışmışam. İstəyirəm mövzunu bir dəfəlik yekunlaşdırım. Mənası bu deyil ki, biz həyat mövzusuna toxunmayacaq. Ayrı-ayrı bəhslərdə toxunarıq, amma həyat mövzusunu ayrıca da qoymarıq bundan sonra. Yavaş-yavaş ömrümüzdə indi yaşlaşırıq, elə biraz mövzuların əlin ayağı ingiyaq ki, bizdən yadigar qalsın da bu mövzuların hər biri. Ona görə də həyat haqqında indiyə qədər danışdıqlarımızı yekunlaşdırırıq. Sən nə istəyirsən insan? Necə yaşamaq istəyirsən? Cavab verir ki, insan öz içinə baxsa. Cavab verir ki, mən hələ necə yaşamağı qoyaq, mən həmişə yaşamaq istəyirəm. Mən həmişə var olmaq istəyirəm. Bizim ən fundamental istəklərimizdən biri həmişə var olmaq istəyidir. İnsanın ən böyük dərdi ölümdür. Bizim nə qədər problemimiz olsa, Əzrail başımızın üstünə gələndə problemlər hamısı heç olur gözümüzdə. Əsas problem gəlir ki, ölüm. Bəs cəmaatın bəzisi intihar edir, o ayrı mövzudur, vaxt yoxdur ona toxunmaq. Onun da izahı var. İntihar onun üçün özü də bir əbədiyyət üçün bir qapı sayır özünə bunu. Heç ahirətə inansa da inanmasa da şuuraltı olaraq. Nədənsə qurtulub daha yaxşısını, bir səbəbi budur, daha yaxşısına qovuşmaqdır. İnsanın ölüm ərəfəsində bütün problemləri yadından çıxır, bu özü dəlildir ki, insanın ən böyük dərdi ölümdür. Ən böyük problemi ölümdür. İnsanın əsas məsələsi əbədi olmaqdır, həmişə var olmaqdır. Axı, mənim indi əsas məsələm bu deyil, sənin əsas məsələndir, başın başqa şeylərə qarışıb, unutmusan ki, əsas məsələm budur. Sənin başın biraz qarışıb, başqa şeylərə. Yadından çıxartmısan ki, əsas məsələn budur. Xırda məsələlər başlıq qatır. Yoxsa sənin həmişə əsas məsələn əbədi var olmaqdır. Hər an əsas məsələn budur, hər an. Ona görə də Allah cənnətin qapısında sənə bunu deyir, fədxuluha xalidin, daxil olun həmişə qalmaq üçün. Bilirək əsas məsələn budur. Bilir əsas məsələn budur. Ona görə demir ki, cənnətdə daxil ol alma yeməyə, daxil ol dondurma yeməyə, süd bulağından içməyə, bunu demir. Deyir, bunlar var cənnətdə, amma qapısında bunu demir. Sən ki, cənnətə qədəm qoyacaqsan, səni xatircəm eləyir. Bilirək sənin dərdin ölümdür. Hərdən biz deyirik, sənə ölüm yoxdur. Söz işlədirik, get sənə ölüm yoxdur. Allah cənnət qapısında deyir, sənə ölüm yoxdur, get. Sənə ölüm yoxdur, bax o fundamental məsələsidir insanın. İnsanın içindən xəbər verir bu, içindən. İnsan həmişə var olmaq istəyir. Vəssalam, həmişə var olmaq istəyir. Bunu inkar eləyən insanı inkar eləyib. İnsanı tanımayıb. Başqa nə istəyir insan? Həmişə var olsun, amma necə var olsun? Təkcə həmişə var olmaq yox, həm də müxtəliflik istəyir, fərqlilik, dəyişiklik. Dörd divarda desinlər həmişə varsan, razıdır, yox. İstəyir hərəkət eləsin, yaradıcılıq istəyir, müxtəliflik istəyir, fərqlilik istəyir. Təcrübə eləmək nəysə, yenilik axtarır. Başqa nə istəyir insan? Başqa insan özü də inkişaf eləmək istəyir. Daha yuxarı mərhələyə çıxmaq istəyir. Özü də qabağa getmək istəyir. Mən elə mövzuya girişmişəm ki, çətindir bunun haqqında danışmaq.
Bir soyuducudan danışmırıq ki, soyuducu nə üçündür? İnsandan danışırıq. Bir traktordan danışmırıq, bir avtomobildən danışmırıq. İnsan haqqında. O insan ki, qəlbi Allahın ərşidir. Ona görə mən çox çətinlik çəkirəm. Hər gün hazırlaşanda, hər həftə ərzində hazırlaşanda ki, nəyi necə deyim, yorucu olmasın, mövzu fundamentaldır, ümumbəşəridir, universaldır, hamıya lazım olandır. Necə eləyəsən ki, yorucu olmasın. Mən istəyirəm, həmişə var olum. Mən fərqli, hərəkət, yaradıcılıq istəyirəm. Bir də bütün bunların nəticəsində özüm inkişaf eləyim, bunu istəyirəm. Özüm də qabağa gedim. Adam təkcə növbənöv təcrübələr istəmir, təcrübədən nəticə çıxarıb inkişaf eləmək istəyir. Çox üzr istəyirəm ifadəmə görə. Qoyuna növbənöv otlar ver, gəzdir bütün səhraları, çölləri. İnsan bu cür növbənövliyə qane deyil, razı deyil. İnsan bunu istəmir. İnsan istəyir ki, bu təcrübələrdən özü də inkişaf eləsin. Təzə təcrübə ilə bir pillə yuxarı qalxsın. Özü də inkişaf eləmək istəyir. İnsan təkcə yaradıcılıq istəmir. Həm də özü inkişaf eləmək istəyir. Bütün qaranquşlar yaradıcıdır. Yuva qururlar. Amma özləri inkişaf eləmir. 100 il bundan qabağın qaranquşu da eyni yuvanı qururdu. Buranın qaranquşu ilə başqa ölkənin qaranquşu da eyni yuvanı qurur. Eyni. Heç bir inkişafı yoxdur onun. İnsana təkcə yaradıcılıq kifayət eləmir. İnsan özü də inkişaf eləmək istəyir. Deməli, nə istəyir insan? Həmişə var olmaq, müxtəliflik və inkişaf. Bu üç şey istəyir insan. İlahi, insanı yaratmışsan bu istəklərlə, bəs qarşılığı? Bu istəklərlə adam yaratmışsan. İstəklər içdən yiyir onu, təlatümə salır. Qarşılıq ver, aram olsun. Qarşılıq ver. Nədir qarşılığı? Bu səsküylü varlıq, varlıq aləmini bir-birinə vuran varlıq bu qədər şey istəyir, bəs istəklərinin cavabını hardan tapsın? Baxır mövcud olduğu dünyaya, görür cavabını verə bilmir. Ziddiyyət yaranır, uyğunsuzluq yaranır, mövcud olduğu yerlə istəklər arasında. Görür ki, qane eləmir. Bunun istəklərinə mütənasib deyil. İstəklərini qarşılaya bilmir. Əbədiyyət istəyir, görür ki, gündə birinin meydini qoyublar, aparırlar, Yasin oxuya. Vəhşət götürür onu. Allah da xəbər verir ki, istədiyin əbədiyyətə qapıdır ölüm. İstədiyin əbədiyyətin qapısıdır. Dostaş ölümlə. Dostaş. Dostun da ölüm. Arzuva çatdıran vasitədir. Həyatdan danışırıq da, gerək qarışdıraq dünyanı axirətlə. Başqa cür olmur. İstəklərin cavabı dünyada deyilsə, dünyada qorxduğun bir şeylər var ki, həyatı zəhrimara çevirir. Onlara izah tapmaq lazım. Sən əbədiyyət istəyirsən, ölüm əbədiyyətin qənimidir sənin üçün. Sən ölümdən çəkinirsən. Ölümlə necə dostlaşa bilərsən? Gəlir başa salır ki, ölüm əbədiyyətin qapısıdır. İstəyimin cavabıdır. Dostlaş onunla. Ölüm bir dalandır. Darısqal dalandır, amma bir nəhayət bir yerə aparır. O dalandan keçib sonsuzluğa gedirsən. Arzuladığın sonsuzluğa. Arzuladığın həmişə var olmağa. Bayaq dedi, insan müxtəliflik istəyir. Dünya bunun da cavabını verə bilmir. Birini verəndə birini əsirgəyir. İnsan çox şeyi birdən istəyir. Bu dünya belədir ki, birinə çatırsansa bir əlindən çıxır. Hamısını birdən verə bilmir. Bu müxtəlifliyi verə bilmir. O ki, dini qaydaları bir dənə çox istəyərdim bunu anlada bilim, izah eləyim. Bunu başa düşsə insan çox şey düzələr. Bax, belə deyim, qoyun belə izah eləyim. İnsan çox şeylər istəyir. Mövcud olduğu dünyada istəklərinin hamısını verə bilmir. Mütləq seçim eləməlidir. Verə bilmir.
Verə bilməyəndə din gəlir, qayda qoyur. Nə deyir? Deyir ki, getmə, yol bağlıdır. Bu da başlayır davaya. Niyə qoymursan? Demir, xəbər verir. Xəbər. Adam yol nişanı ilə dava eləyər. Yol nişanı deyir, yol bağlıdır. Narahatsan, niyə yol bağlıdır? O ilə dava elə. Allah deyir, onu deyir, bu dünya ilə pis olun. Dünya ilə, həyatla yox, dünya ilə. Bu sənə qarşılıq verə bilir. Ona görə gözündən bu düşsün. Nişanla niyə dava edirsən? Qayda ilə niyə dava edirsən? Allah ki, deyir, bunu eləmə. Yəni ki, yol bağlıdır, getmə. Eləmənin mənası budur. Mən istəyirəm 100 kilogram alma yiyim. 1 ton alma yemək istəyirəm. Deyir ki, yemə. Deyirsən, niyə qoymursan, nə mən yemək? Mədən götürməyəcək, yemə. Mədən götürməyəcək. Dini qaydaların mənası budur. Eləmənin mənası budur ki, götürməyəcək, eləmə, yoxdur, bağlıdır yol. Əlavə qayda deyilir, xəbərdir, məlumatdır. Əlavə sənin çiynivə yük qoymayıb. Deyib, bu yolla getmə, dalandır. Vəssalam. Yalan dalandır. İstəyirsən çatmaq, çatmayacaqsan. Çata bilsəydin, deyərdim, get. Pist ona görə pistir. Zaten pist ona görə ki, necə deyim, mümkün olmayanı mümkünsüz eləmək istəyir. Çatmayacaqsan. Qeybət pistir, çatmayacaqsan. Eləmə, getmə, yol bağlıdır. Dini qaydalar belədir. İnsan həyatı tanısa, bilər Allah niyə deyir bunu eləmə. Dava eləməz. Din üstündə Allahla dalaşmaz. Və deməz ki, hə, bir təhər bu qaydalara dözərəm. Deyirəm, bir təhər bu dünyaya dözərəm, gedərəm istəklərimi qarşılamağa. Bunu deyirəm. Qaydalar sənə neyinir ki? Qaydalar dünyanın əhvalını xəbər verir. Xəbərlərlə dava eləmə. Xəbərlərə görə narahat olma. Elə bir ki, qabaqda uçurum var. Mən deyirəm, getmə, yıxılacaqsan, maşınla gedir, uçurum var, getsən, görünmür özdə, düşəcəksən. Başlayır mənlə dava eləmək. Niyə deyirsən, nə getməm? Mən sənə bir söz demirəm. Sən istəyirsən yolun açıq olsun, bəli, bu başqa istəkdir. Bu istəyin üzərində dayan, çox yerə gedib çıxacaqsan. Görəcəksən ki, yol başqadır. Ahirətdə məhdudiyyətsizdir hər şey. İnsanda tutumu çoxdur deyə seçim eləmək lazım deyil. Toqquşma yoxdur orada. Eyni anda bütün istəkləri təmin ola bilir. Keyfiyyət dəyişikliyi belə olur. Hamısı eyni zamanda yerləşir. Burada yerləşmir deyə məcbursan seçim eləməyə. Tutumun zəifdir, dünya məhduddur. Oradakı neymətlər heç bir ehtiyacı aradan aparmaq üçün deyil, ləzzət üçündür. Burada niyə yoruluruq? Çünki ehtiyacımız aradan gedir, yoruluruq. Bütün neymətləri dinən, dilə gətirə bildiyin və gətirə bilmədiyin ayıb olan neymət. Neymət deyəndə ki, neymət saydığın. Ayıbdır onun haqqında danışmaq. Hamısını dinən, mən sənə deyim ki, ehtiyacdır, ödəndi, gözündən düşür. 10 dəqiqə qabaq özü öldürürdün, ödəndi, gözündən düşür. Çünki ehtiyacdır. Ehtiyacdır. Amma orada ehtiyacdan doğmur, ləzzət üçündür. Bunu adama deyəndə insan sevinməlidir ki, ay Allah, nə gözəl yerdir. Nəhayət ki, bu istəklərimin toqquşmasından azad olacam. Hey, nə qədər məcbur idim seçim eləyim, ya bunu, ya bunu. Çünki hamısını birdən qəbul eləyə bilmirdim. Bir gün gələcəkdir, sənin üçün darıxma elə yer yaratmışam ki, ya bunu, ya bunu deyil. 100 şey istəyəndə eyni zamanda mümkündür. Tutumum çoxdur, oranın da vermək qabiliyyəti çoxdur, bəxş eləmək qabiliyyəti çoxdur. Pəs orada yorulmur adam axirətdə, cənnətdə. Yox, çox ləzzətli şey adamı yormur. Bir adam niyə dünyada yorulur? Çünki az ləzzətdir. Az ləzzət adamı yorur. Çox ləzzətdir o. Oradakı ehtiyaclar həm meyvədir deyir, həm mənəvi ləzzətdir, qarışıb. Eyni zamanda hər şey var, hər şeyin içində. Necə izah eləyəsən? Əbədi olaraq, həmişə və məhdudiyyətsiz. Necə yəni məhdudiyyətsiz? Axı, sən danışırsan ki, sən Allahla görüşürsən orada. Allah deyirsən ağzında, Allah.
sonsuz olduğu qədər ləzzəti də sonsuzdur. Cənnətdə işin adı nədir? Sual verirəm. Cənnətdə məşğuliyyət nədən ibarətdir? Cənnətdə məşğuliyyət Allahı dadmaqdan, iyləməkdən, məcaziyə dırnaq arası deyirəm, nuş eləməkdən. Allahı nuş eləyirsən. Dərs budur ki, burada Allah deyəndə deyirlər, din, namaz, oruc, beynimiz belə qarışır. Allah sənin ləzzət mənbəyin, axtardığın o ləzzət. Yəni, bu dünyadan köçdün, artıq o din, hökmləri çıx. Allah və sən, ondan ünsiyyət və onu nuş eləmək. Həmişə. Haçansa doymursan axı, çünki onun axırı yoxdur ki, çatasan axırına, doyasan. Çatmırsan axırına. Şəhidlərdən birini yuxuda görmüşdülər. Deyir, İmam Hüseyin ağa ilə gedirik, görüşürük, məst gəzirik sonra, məst. Məst adam necə olar? Məst oluruq, nə bilim, ifadə olunmazdı, deyir. İmam Hüseyinlə görüşümüz. Allahlansansa, hər şey yerindədir, rahatsan. Tutun da çoxdur. Biz elə bir Allah əqaid kitablarında yazılandı. Allah kimdir, filan, 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 bitti. Bildi Allah ki, belə deyil. Allahdır sonsuz, binəhayət, ləzzətbəxş bir varlıq. İmam Baqir əleyhissalam buyurur, hər cümə axşamı Allah haqqında bizə bir mərifət gəlir ki, elə bilirik ona qədər Allahı tanımırdıq. Hər cümə axşamı. Mən bir Arifin kitabında oxumuşam, hətta deyir, an keçir, bir andan o bir ana keçəndə deyir. O qədər böyük fasilə var mənim başa düşdüyüm arasında ki, ifadə eləmək mümkün deyil. İzahı mümkün deyil. Dünyada da bu yol sonsuzdur, Allaha tərəf gedən yol. Pillə, 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 axıra qədər, hər saniyə qabağa gedə bilirsən. Bir dənə eybi dünyanın bu məsələdə nədir? Eybi budur ki, sən inkişaf edirsən, amma bir qabığın içindəsən, o qabıq qoymur, tam ləzzət alasan. Ala bilsən, ölərsən sən. Dünyada tutumun yoxdur, ölərsən, sözün əsl mənasında. O ləzzətlər dünyada sənə verilsə ibadətin ləzzəti tam həcmi ilə. Sənin ruhun tutumu yox deyəsən, ölərsən. Mənə irad tuta bilərlər ki, demişdim, bəs həyatdan, dünyadan danışıq, yenə gedəcəksən ahirətə. Ahirətdə gedirəm dünyaya qayıtmaq üçün. Başqa yol yoxdur. Bura gedirəm ki, bura qayıdaq. Biz elə bir yerdə yaşayırıq ki, burada hər bir hərəkətimizin nəticəsini milyardlarla il orada dadacaq. Milyardlarla il, hər bir hərəkətimizin. Dünyada da bizim əsas ləzzətimiz mənəvi məqamı artırmaqdadır, yaxınlaşmaqdır o ləzzət mənbəyinə, an-ba-an. Buradan biz ora tutum aparırıq, qab aparırıq. Bu sözə də diqqət etməyinizi xahiş edirəm. Biz buradan ora qab aparırıq, tutum aparırıq. Hər gün mey töküləcək, mərifət mey o qaba, ruh qabına. Nuş eləyəcək. Biz buradan bir cam aparırıq, nə bilim, nə deyək, piyalə aparırıq, qab aparırıq ki, orada mərifət meyini ona tökəcəklər, ondan istifadə eləyəcək. Hər gün o mərifət artacaq, amma nə qədər artacaq? Buradan apardığımız tutum qədər. Biri bir çay qaşığı aparıb, cənnətdə hər gün qabağa gedəcək, hər an, amma çay qaşığı ilə. Biri də tonluq qab aparıb. Əlbəttə, bu ölçülər nisbidir də, məcazi deyirəm bunu. Tonluq qab. Hər gün hamı qabağa gedəcək, amma nə həzmdə, buradan apardığı ruhun tutumu, zərfiyyət həzmində. Ona görə nə qədər mühüm yerdir bura. Taleyimiz burada əlil olunur. Da qayıdıb qabı böyütmə imkanı olmayacaq. Hamı ləzzət alacaq, amma buradan apardığı qaba tökəcəklər, ruh qabına. O qabı genişləndirməyə gəlmişik. O qabı böyütməyə gəlmişik. Burada da ləzzət alırıq. Ramazan ayında ləzzət alırıq. Amma Ramazan ayının orucunun tam həzmində ləzzətini bizə burada versələr,
tutumumuz yoxdur, ürəyimiz yanar. İmam Səccad əleyhissalam buyurur ki, Peyğəmbərimiz namaz qılanda öz səsinin qarşısını alırdı. Tam belə deyildi, o səsini halına uyğun ifadə eləsəydi o mərifətini deyil, insanlar eşidənlər ölərdi. Hələ onun aldığı ləzzətdən. Bunlar hamısı olduqca mühüm və dərin mövzulardır. Ona görə müşriklər gəlib qulaq asırdılar. Çünki ləzzət var içində. İnkar edir, amma ləzzətə neynəsin? Gedib qulaq asırdılar onun Quran oxumağına. Gizlində, gecələr. Musa əleyhissalam deyir ki, göstərə bilərsən özünü mənə, deyir, səndə tutum yoxdur. Dünyadasan axı. Dağa bax, dağ dağılır. Nə deməkdir? Yəni, dünya imkan vermir. O feyz gəlir, dünya divarında dayanır, sənə rəhm edir ki, sən həlak olarsan. Sənə deyir ki, dünyaya gəlmişsən böyüməyə, böyüdükcə ləzzətin artacaq, amma mən sənə bu ləzzəti bu dünyada tam verməyəcəm. Çünki bu dünya məhduddur, imkanı yoxdur o ləzzəti sənə tam versin. İkincisi də sən dünyadaykən bu ləzzəti sənə tam versəm, ruhum darmadağın olar, həlak olarsan. Elə ki, bu qabıqdan çıxdı, birdən ləzzət axını gəlir. Axın gəlir. İnsan məst olur. Bir nəfər alim vardı, Arif. Deyir ki, İmam Zamanın görüşünü, axı Ariflər arzulayar da, Arif deyəndə adam arzulayar, adam. Adam istəyər imamını görsün. Ariflər deyəndə deyir, hə, o bəzi kişilər var, onlar xüsusi adamlardır, onlar cənnətdən gəliblər və işlərinin adı budur, İmam Zaman axtarıyor. İnsan imamını görməyə arzulayar. Bu deyir ki, mən saxlamışam, təklif də olunsa, mən imtina eləmişəm ki, bir ömür yanım, birdən ki, dünyadan köçəndə o qovuşum İmam Zamanı, onun ləzzəti birdən gəlsin mənə, bu yanmağın əcri olaraq. Dünya məhdud idi, verə bilmirdi, orada görüm onu, orada ona qovuşum. Yenə bəhsimiz nəzərə alın, daxı sən demişdin ki, praktiki danışacaqsın, biraz səbr eləyin, Ümumidən xüsusiyə gəlməyə lazımdır, başqa çarəsi yoxdur. Dünya istəklərə cavab vermir. Mən əbədiyyət istəyirəm, vermir. Heç sənə desələr ki, həmişə bu dünyada yaşa, özün istəməzsən, yorularsan. Təsəvvürün, hamı gəlib dünyaya heç kəs ölmür. Yaşayır, yer dolar, ayaq qoymağa yer olmaz. Çinə dönər bütün dünya, Çindən də betər olar. Nəfəs almaq imkanı olmaz. Hey yaşda olurlar. Axırda adamlar diri-diri qəbrə girər ki, canımız qutarsın. İnsan qalıb bu dünyada avara. İstəklərin qarşılığını almamaq. Əbədi qalmaq istəyir, əbədiyyət yoxdur dünyada. Təklif eləsələr istəmir. Gör, bir həddi var da, nə qədər yaşayayım. Hər şey verə bilmir. Buna deyirlər bəla. Bəla nədir bu? O şeylər dünyada bəlalar var, dərdlər var, çətinliklər var, budur. Bəs bu bəlalar nə üçündür? Birini alsın, birindən imtina eləməzsən. Hey, bunlar səni böyüdür. İndi bunu bax görürsünüz, axirətdən dünyaya gələndə belə olur. Bax, bunları başa düşəndən sonra insan dərdi ağuşunu alır. Sən mənim gəlmisən tutummu artırmağa, xoş gəlmisən. Hər problemə belədir. Zarımır. Görürsün, həyat dəyişir. İzah tapdı dərdə. Problemə izah tapandan sonra həzm eləmək əvvəl asan olur, sonra asandan da keçirir, başlayırsan şükür eləməyə. Hər bir çətinliyə deyirsən, xoş gəlmisən, məni böyütməyə gəlmisən. Hədəfi tanıyandan sonra belə olur. Bu həyat fəlsəfəsi görürsünüz, yarandı. Mövzu bir qədər praktikiləşdi. Fəlsəfi izahdan sonra mən ümumi mövzular danışıram ki, ümumi mövzulardan gələk konkret mövzulara.